Bu dəfə Balaca Dostlarımız rubrikasında səhnənin parlayan ulduzu, sevimli və istedadlı balamız Şamilov Yusiflə tanış olun. Yusif 4 avqust 2017-ci ildə dünyaya gəlib. Hazırda 2-ci sinif şagirdidir və məktəbində müəllimlərin sevimlisi sayılır. Onun təbəssümü, mehribanlığı və zəhmətkeşliyi onu hər kəsin qəlbinə salıb. Yusifin ən böyük hobbisi mahnı oxumaqdır. O səhnədə özünü çox rahat və özünə inamlı hiss edir. Bu da təsadüfi deyil. O artıq bir çox televiziya layihələrində iştirak edib, balaca aktyor adına layiq görülüb. Ayrı bir Günəş və MTV kanalında yayımlanan Uşaq Saatı verilişinin daimi qonağı olub. Səhnədəki çıxışları, əminliyi və səmiyyəti ilə hər kəsin rəğbətini qazanıb. Mükafatları da az deyil. Bir çox nailiyyətlər və diplomlarla təltif olunub. Bu balaca sənətkarın arzusu isə çox şərəfli bir peşə ilə bağlıdır. Gələcəkdə polis olmaq istəyir. Biz də Yusifə həm səhnədə, həm də həyat yolunda böyük uğurlar və hər zaman sevgi ilə addımlamasını arzulayırıq.